Aşağıdakı kəsirlərdən hansı ən böyükdür? Kəsirləri müqayisə etmək üçün ya onların məxrəcləri bərabər olmalıdır, ya da ki, surətləri bərabər olmalıdır ki, onları müqayisə edə bilək. Burada biz kəsirlərin məxrəcini bərabərləşdirməyə çalışsaq, bu biraz çətin ola bilər, çünki böyük ədədlərdir. Ona görə biz kəsirin surətini gəlin bərabərləşdirək. 3 və 5-ə ortaq məxrəc 15-dir. Daha doğrusu orta əkob 15-dir. Ortaq məxrəcə gətirmirik, surətləri bərabərləşdiririk. Deməli, bunu biz 5-ə vurmalıyıq, bunu da 5-ə vurmalıyıq, bunu 3-ə, bu kəsiri isə yenə 3-ə vurmalıyıq ki, bunların surətləri bərabərləşsin. A bəndi surət olacaq 15, məxrəc 35, 3 yadda 185. B bəndində yenə surət 15, məxrəc isə 5, 155, C bəndi 193, D bəndi isə 15-də 21, 2 yadda 81. Burada surətləri bərabərləşdirdik. Surətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan daha böyükdür. Yəni, D bəndi ən böyükdür. Bir zər ilə üzləri gerb və xəritə olan bir metal pul atıldıqda mümkün halların sayını tapın. Bir zər atıldıqda 6 hal ola bilər. Yəni 1, 2, 3, 4, 5, 6. Bunlardan hər hansı biri düşə bilər. Bir dənə metal pul atdıqda isə 2 hal ola bilər. 2 hal ola bilər. Biz bunları bir-birinə vururuq. 6-nı vururuq 2-yə. 1, 12. Demək, 12 dənə mümkün hal ola bilər. Bunları toplaya bilmərik. Çünki niyə toplaya bilmirik? Məsələn, qəpik metal pulda, yəni qəpikdə birinci gerb üzü düşsə, zərdə isə 1, 2, 3, 4, 5, 6 xaldan hər hansı biri düşə bilər. Gerb 1, gerb 2, gerb 3 və s. Xəritə üzü düşsə nə olar bəs? Yenə zərdə 1, 2, 3, 4, 5, 6 hər hansı biri düşə bilər. Xəritə 1, xəritə 2, xəritə 3 və s. Bunlar da ikisi bir yerdə 12 dənə hal var burada. 12 hal ola bilər. 28-ci suala baxaq. A ilə B paraleldir. Betadan alfa çıxdıqda 70 olarsa şəkilə əsasən alfanı tapın. Bunlar uyğun tərəfə paralel olan bucaqlardır. Yəni, bu tərəflə bu tərəf paraleldir. Bu tərəflə də bu tərəf paraleldir. Yəni, bunlar uyğun tərəfləri paralel olan bucaqlardır. Burada alfa ilə betanı toplayanda 180 dərəcə olmalıdır. Müxtəlif adlıdırlar. Biri itidir, biri kör. Deməli, toplayanda 180 olmalıdır. İndi buradan gəlin betanı tapaq. Gətirib bu tənlikdə yerinə yazaq. Burada alfanı biz sağ tərəfə keçirsək, beta bərabərdir. Alfanı sağ tərəfə keçirəndə müsbət olur. Olur 70 üstə gələk alfa. Deməli, beta 70 üstə gələk alfaya bərabərdir. İndi bu 70 üstə gələk alfanı gətirib burada betanın yerinə yazaq. Alfa üstə gələk 70 üstə gələk alfa bərabər 180-ə. Alfaları toplayırıq. 2 alfa eləyir. 70-i də sağ tərəfə keçirib 180-dən çıxanda 110 qalır. Alfanı tapmaq üçün 110-u 2-yə bölürük, eləyir 55. Deməli, alfa 55 dərəcə imiş. 29-cu suala baxaq. 3-ə və 10-a qalıqsız bölünən natural ədədlər aşağıdakılardan hansına qalıqsız bölünür? 3-ə və 10-a qalıqsız bölünən natural ədəd 30-dur. 30 həm 3-ə, həm də 10-a qalıqsız bölünür. 35-ə bölünür, 36-ya bölünür, 30 15-ə bölünür, amma 30 12-yə bölünmür. Cavab C bəndi 12-yə bölünmür. 30-cu suala baxaq. 3 ədədi aşağıdakı bərabərsizliklərdən hansıların həllidir? Yazaq yerinə, məsələn, birincidə yazaq, x-in yerinə 3 yazsaq, 3-dən 3 çıxanda 0 eləyir. 0 0-dan kiçik deyil. Bunun həlli deyil. Burada x-in yerinə yenə 3 yazaq. 3 çıxaq 3. 3-dən 3 çıxanda 0 qalır. 0 0-a bərabərdir. Kiçik bərabərdir. Bərabərlik işarəsi də var. Aha, bu ödənilir.
Bura baxaq indi yenə 3-dən 3 çıxdıq, 0 edir. 0 0-dan böyük deyil, bu ödənilmir. X-in yerinə yenə 3 yazdıq. 3-dən 3 çıxanda 0 qalır. 0 0-a bərabərdir. Demək 2 və 4 ödənilir. D bəndi olacaq. Məxrəci A olan düzgün kəsirlərdən heç birini sonlu onluq kəsir şəklində göstərmək mümkün deyilsə, A aşağıdakılardan hansı ola bilər? Bu 25-in sadə vuruşları 5 vurulsun 5-dir. 36-nın sadə vuruşları isə 2 vurulsun 3 vurulsun 2 vurulsun 3 6 eləyir. 2 vurulsun 3. Bu da 6 eləyir. 36-nın sadə vuruşlarıdır. 49-un sadə vuruşları 7 vur 7-dir. 64-ün sadə vuruşları isə 2 vur 2 vur 2 vur 2 vur 2 vur 2 8 8 64. Bunlar sadə vuruşlarına ayırdıq. A öndə deyir ki, məxrəci A olan düzgün kəsirlərdən heç birini sonlu onluq kəsir şəklində göstərmək mümkün deyilsə, A aşağıdakılardan hansı ola bilər? Heç birini sonlu onluq kəsir şəklində göstərmək mümkün deyilsə, onda bu C bəndi olacaq. Məxrəc ümumiyyətlə 2 və ya 5-dən ibarətdirsə, bunu sonlu onluq kəsir şəklində göstərmək olur. Məsələn, məxrəc 5 və 5 sadə vuruşlarından ibarətdirsə, bunu onluq kəsir şəklində göstərmək olar. Bu 2-lərdən ibarətdir, bunu da göstərmək olar. Burada isə əlavə 3 var, bəs bunu niyə göstərmək olmaz? Çünki burada məsələn 36-da 9 desək, burada 9 ilə 36 ixtisar gedəcək, qalacaq 4-də 1. 4-də 1 də elə 2 və 2-lərdən ibarətdir. 4 2 vur 2-dən ibarətdir. Deməli, bunu da sonluq onluq kəsir şəklində göstərmək olar. Demək, 2 və ya 5-dən ibarət olan məxrəc 2 və ya 5-dən ibarətdirsə, sadə vuruşları bunu onluq kəsir şəklində göstərmək olur. Amma burada 2 və ya 5 yoxdur. Ümumiyyətlə 7 var burada, sadə vuruqdur. 2 və ya 5-dən fərqli. Deməli, bunu sonluq kəsir şəklində göstərmək olmaz. Həmişə bu dövrü kəsir olacaq. Məxrəc 49-dursa və düzgün kəsirdirsə. Burada 3-lərin hər ikisi burada ixtisar getdi. 9-un içində 2 dənə 3 var idi. Amma 49-u elə yazmaq olmayacaq. Uzaq başı biz 49-da 7 yaza bilərik. 49-da 7 yaza bilərik. 49-dan 7-ni ixtisar edəcək. Yenə 7-də 1 qalacaq və 2 və ya 5-dən ibarət olmayacaq. Yenə sonlu onluq kəsir şəklində göstərmək mümkün olmayacaq. 32-ci suala baxın. 2 paralel düz xətt 3-cü düz xəttlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlardan biri 30 dərəcədir. 2 paralel düz xətti 3-cüsü ilə kəsdikdə daxili bir tərəfli bucaqlar cəmi 180 olur. Biri 30 dərəcədirsə, digəri 150 dərəcə olmalıdır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olur, 150 dərəcə. Diaqramda fermadakı heyvanlar haqqında məlumat verilmişdir. Bu fermada 90 inək varsa, neçə qoyun var? Gəlin bunu tənasüblə yazaq. 120 dərəcə, inək 120 dərəcədir. 120 dərəcəyə 90 inək uyğun gəlirsə, neçə qoyun var? 160 dərəcəyə də x qoyun uyğun gələr. Demək, biz bunu çarpaz vursaq, 120-ni vururuq x-ə, 90-ı da vururuq 160-a. X-i tapmaq üçün 90 vurulsun 160-ı bölməliyik 120-yə. 40-a ixtisar eləsək, burada 3 qalar, burada 4 qalar. 3-ünə də 90 ixtisar eləsək 30 qalar. 30-u da 4-ə vururuq, eləyir 120. Bərabərliyin natural həllərinin sayını tapın.
Burada x yerinə hansı natural ədəd yaza bilərik? 1 yaza bilərik, 2, 3 və 4 natural ədədlərini yaza bilərik. Bunlar 4-dən kiçik və ya bərabər olacaq. Burası 0, 1, 2, 3, burası 0, -1, -2, -3, -4 yaza bilmirik. Çünki onlar natural ədəd deyil. 35-ə baxaq. Zəri bir dəfə atdıqda düşən xalın 5-dən kiçik olması ehtimalını tapın. 5-dən kiçik olan ədədlər 1, 2, 3 və 4-dür. Bu əlverişli hallardır. Əlverişli hallardır. Zərdə isə ümumi 1, 2, 3, 4, 5 və 6 xal var. Bu da mümkün hallardır. Bütün mümkün hallar. Ehtimalı tapmaq üçün bütün mümkün halları məxrəcə yazırıq, 6 dənədir. Əlverişli hallarda surətə yazırıq, 4 dənədir. Bunu da 2-yə ixtisar eləsək, qalacaq 3-də 2. A və B paralel olarsa, şəkilə əsasən x-i tapın. Belə bir, bu şəkildə x-i tapmaq üçün biz 110 ilə 115-i toplayıb 180-i çıxsaq x-i tapa bilərik. Bu eləyir 225 çıxılsın 180, x də bərabərdir 45. X olur 45 dərəcə. Bu düsturdur. Düsturu tutaq ki, bilmirik. Bilməsək necə yazacağıq? Düsturu bilmiriksə bunu paralel uzadırıq. B düz xəttini uzadırıq. B düz xəttini uzadırıq. 110 ilə bu bucaq uyğun bucaqlardır. Bu da paraleldir çünki. Bunlar paraleldir. Uyğun bucaqlar bərabər olur. Bura 110-dursa, burada 110 olmalıdır. 110'un qonşu bucaqlar 180 olur. 110'un qonşusu 70'dir. 115'in qonşusu isə 65'dir. 65'dir. Burada bir 3 bucaq aldıq. 3 bucağın, bax bu 3 bucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. Yəni x-i tapmaq üçün nə etməliyik? 180-dən çıxmalıyıq 70 ilə 65-in cəmini. 70 ilə 65-in cəmini çıxsaq, 3 bucaqdan x-i tapa bilərik. 70 ilə 65-i toplayanda 135 edir. 180-dən də 135-i çıxsaq, alınır 45 dərəcə. Yenə də 45 dərəcə olur cavabımız. 37-ci suala baxaq. A, B və C ədədləri uyğun olaraq 2, 3, 4 ədədlərinin tərslərinə bərabərdir. Deməli, A-nı götürməliyik 2-də 1, B-ni götürməliyik 3-də 1, C-ni də götürməliyik 4-də 1. 2-nin tərsi 2-də 1-dir, 3-ün tərsi 3-də 1-dir, 4-ün də tərsi 4-də 1-dir. Bunların cəmini tapaq indi. Bunlara ortaq məxrəc 12 olar. Bunu 6-ya vuracaq, eləyəcək 6. Bunu 4-ə vuracaq, bunu da 3-ə vuracaq. 6 üstə gəl 4, üstə gəl 3 elədi. 12-də 13. Buradan cəmini yox. Cəminin kəsr hissəsini soruşur. Cəmini tapdıq. Cəmi oldu 12-də 13. Bunu qarşıq ədəd şəklində göstərək. 13-ü 12-yə bölsək 1 tam düşər. Məxrəc olduğu kimi qalır. Qalıqda da 1 qalır. 1 tam 12-də 1. Tam hissəsi 1-dir. Kəsr hissəsi isə 12-də 1-dir. Kəsrin tam hissəsini tapdıq. 38-ci sual. A ədədi ilə 26-nın cəmi 54-dən kiçikdir. Şərtini ödəyən A-nın ən böyük tam qiymətini tapın. A ədədi ilə 26-nı toplayanda cəmi 54-dən kiçikdir. Kiçikdir 54-dən. Bu şərti ödəyən A-nın ən böyük tam qiymətini tapın. Deməli, A kiçikdir. 26-nı keçirib 54-dən çıxırıq. 54-dən 26-nı çıxsaq, A kiçik olacaq 28-dən. 28-dən kiçik olan ədəd hansıdır? 27. Deməli, biz 27 ilə 26-nı toplasaq, 54-dən kiçik olacaq. Ən böyük qiymət 27-dir. 6, 4, 2 və 0 rəqəmlərinin köməyi ilə düzəldilə bilən rəqəmləri fərqli 3 rəqəmli ədədlərin sayını tapın. Rəqəmləri fərqli olan 3 rəqəmli ədəd düzəltmək istəyiriksə, ilk xanaya 6, 4, 2 bu 3 dənəsindən hər hansı birini yaza bilərik. Yəni ilk xanaya 0 yaza bilmərik, çünki 0 ilə başlayan ədəd olmur deyə. Bu 3 dənədən hər hansı birini yaza bilərik. Birini istifadə elədik, getdi.
Ümumilikdə 4 dənə ədədimiz var. Birini istifadə elədiksə, yerdə qalır 3 dənəsi. O 3 dənədən də hər hansı birini bura yaza bilərik. Artıq ikisini istifadə elədik. Birini bura, birini bura. Yerdə 2 dənə ədəd qaldı. O 2 dənə ədəddən də hər hansı birini bu xanaya yaza bilərik. Bunları da bir-birinə vururuq. 3 vur 3, 9. 9-u da 2-yə vururuq, 18. Yəni 18 dənə 3 rəqəmli ədəd düzəldə bilərik, rəqəmləri fərqli olan. 40-cı suala baxaq indi. OC şüası AOB körbucağının tən böləni olarsa COB bucağını tapın. AOB körbucağı çəkək. AOB körbucaq çəkdik. OC şüası, yəni O'dan başlayaraq bir OC şüası çəkdik. COB bucağı aşağıdakılardan hansı ola bilməz? COB bucağı və bu bucaq aşağıdakılardan hansı ola bilməz? 40 dərəcə ola bilməz. Çünki 40 ilə 40 tən böləndir bu. Onu da deyək ki, tən böləndir bu. Yəni bir-birinə bərabərdir. Bu ikisi bir-birinə bərabər olmalıdır. Bura ilə bura bir-birinə bərabər olmalıdır. 40 dərəcə ola bilməz. Çünki 40 ilə 40 toplayanda 80 eləyir. O körbucaq deyil. 60 da ola bilməz. 60 ola bilər. 60 da ola bilər. 60 ola bilər yox. Çünki toplayanda 60 ilə 60-ı toplayanda 120 körbucaq olacaq. 80 də ola bilər. Toplayanda 160 eləyir və 100 də ola bilməz. 100 də ola bilməz. Çünki 100 ilə 100-ü toplayanda 200 eləyir. 200 dərəcə körbucaq deyil. Körbucaqlar 90 ilə 180 arasında olur. 90 və 180 arasında olan bucaqlar körbucaqlar. Demək 1 ilə 4 ola bilməz. A ilə B bir-birindən fərqli olarsa, əkov 11 olarsa, üstəgəl B cəmini tapın. Burada 2 hal ola bilər. 1 ilə 11 ola bilər. 1 ilə 11-in əkovu 11-dir və 11 ilə 11-in əkovu 11-dir. Burada A ilə B bir-birindən fərqlidir deyirsə, deməli biz bunu götürə bilmərik. Demək 1 və 11 olmalıdır. 1 ilə 1-in 11-in əkovu 11-dir. 11-də sadə ədəddir, başqa vuruqları yoxdur. 11-in vuruqları 1 ilə 11-dir. Bunlar da 1 ilə də 11-i toplasaq 12 eləyəcək. A 1-dir, B də 11. Sxemə əsasən ştrixlənmiş hissəyə uyğun tam ədədlərin cəmini tapın. Burada bu arada yerləşən ədədlər 5-dən kiçikdir, -3-dən isə böyük bərabərdir. -3-dən isə böyük bərabərdir. Dairənin içərisində oldusa bərabərlik işarəsi qoyuruq. Dairənin içərisi boşdursa içini boş götürürük. -3-dən 5-ə qədər neçə dənə tam ədəd var? -3, -2, -1, 0, 1, 2, 3, 4. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə tam ədəd var. 43-cü sual. Zəri 2 dəfə atdıqda düşən xalların cəmi neçə fərqli qiymət ala bilər? Zəri 2 dəfə atdıqda düşən xalların cəmi 12 fərqli qiymət ala bilər. Demək 1 ola bilər, 1, 2, 1, 3, 1, 4, 1, 5, 1, 6 düşsə, bunların cəmi 6 dənə fərqli ədəddir. Bir də hansı ola bilər? 2, 1, 2, 2, 2, 3, 2, 4, 2, 5 və 2, 6 düşə bilər. 2, 1-i burada yazmışıq. Sonra davam eləyək. 3, 1 ola bilər. 3, 2 düşə bilər. 3, 3, 3, 4, 3, 5, 3, 6 düşə bilər. 3, 2-ni burada yazmışıq onsuz da. 3, 1, 3-ü də burada yazmışıq. Sonra 4, 1, 4, 2, 4, 3, 4, 4, 4, 5 və 4, 6 düşə bilər. 1, 4-ü yazmışıq. 2, 4-ü burada yazmışıq. 3, 4-ü də burada yazmışıq. Görürsünüz, azala-azala gedir. Deməli, bu qanuna uyğunluqla gedə də bilərik, getməyə də bilərik. Demək, 6 dənə buradadır, 6 dənə buradadır, 4, 5 dənə buradadır, 4 dənə buradadır, 3 dənə buradadır, 2 dənə buradadır, 2 dənə 5-lərdə olacaq, 1 dənə də 6-larda olacaq. Bunları da toplayanda neçə eləyəcək? 6, 10,
13, 15, 16 elədi. Amma çoxdur. Baxaq görək hansını yazmamışıq. 1, 2, 2-ni yazmışıqmı? 2, 2, 2, 3 yazılıb. 2, 4. 2, 4-də yazılıb. 2, 5, 2, 6. Sonra yəni yazaq bunu tamamlayaq görək burada nə oldu. Deməli, bir 4'ü yazaq, indi 5 yazaq. 5, 1 ola bilər. 5, 2, 5, 3, 5, 4, 5, 5 və 5, 6 ola bilər. Sonra 6, 1, 6, 2, 6, 3, 6, 4, 6, 5 və 6, 6 da ola bilər. Deməli, burada 1, 5 yazmışıq. 2, 5'i yazmışıq. 3, 5'i də yazmışıq. 4, 5'i də burada yazmışıq. 5, 5, 6, 6. 5, 6. İndi 6, 1, 6'nı yazmışıq. 2, 6'nı yazmışıq. 6, 3'ü. 3, 6'nı burada yazmışıq. 4, 6'nı da yazmışıq. 5, 6'nı da burada yazmışıq. 6, 6 qalır. Bunlar fərqli qiymətlər alır. Bunları toplayanda cəmisi eyni olan ədədlər də ola bilər. Burada. Ona görə bunu düzəldək. 2, 2'ni də buradan silə bilərik. Çünki toplayanda 4 eləyir. 2 ilə 2'ni toplayanda 4 eləyir. 1 ilə 3'ü də toplayanda 4 eləyir. Ona görə bunu da silirik. Bu qayda ilə biraz azalacaq onda. Sonra 2, 3'ü də silək. Çünki toplayanda 5 eləyir. 1 ilə 4'ü toplayanda 5 eləyir. Sonra 2, 4'ü də silək. Toplayanda 6 eləyir. 1 ilə 5'i toplayanda 6 eləyir. 2, 5'i silmirik, 7 eləyir. 2, 5'i 7 eləyir. 2 ilə 5 7 eləyirsə, bu 7 eləyəni buradan siləcəyik. Sonra 3 ilə 3 6 eləyir. Bu 6'nı da buradan siləcəyik. Çünki 1 ilə 5'i toplayanda 6 eləyir. 4 ilə 4 8 eləyir. 2 ilə 6 da 8 eləyir. 4 ilə 5 9 eləyir. 3 ilə 6 da 9 eləyir. 5 ilə 5 10 eləyir. 4 ilə 6 da 10 eləyir. Bunu da silirik. 5 ilə 6 11 eləyir. 6 ilə 5 yoxdur, silmişik onsuz da. 6 ilə 6 da 12 eləyir. Bunlar qaldı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 dənə fərqli qiymət aldı. Hamısını bir-bir yazmaq lazımdır. 44'ə baxaq. Aşağıdakılardan hansının bir simmetriya mərkəzi var? Şuanın ümumiyyətlə simmetriya mərkəzi yoxdur. Yarımçevrənin simmetriya mərkəzi yoxdur. Düz xəttin sonsuz sayda simmetriya mərkəzi var. İstənilən yerdən nöqtə qoysaz, sağ və sol tərəf simmetrik olacaq və parçanın bir dənə simmetriya mərkəzi var. O da onun düz orta nöqtəsidir. Simmetriya mərkəzi. Aşağıdakı ədədlər sırasından hansının ən böyük fərqi bu sıradakı bütün elementlərdən kiçikdir? Gəlin ən böyük fərqi tapaq. Burada 9'dan 6'nı çıxsaq 3 qalır. Burada 7'dən 1'i çıxsaq 6 qalır ən böyük fərq. Burada 9'dan 3'ü çıxsaq 6 qalır ən böyük fərq. Burada 7'dən 1'i çıxsaq yenə 6 qalır ən böyük fərq. İndi verilən bütün ədədlərdən kiçik olması üçün biz götürməliyik A bəndini. Çünki 3 bunların hər birisindən kiçikdir. -46-cı suala baxaq. İndi bərabərsizliyin tam həllərinin sayını tapın. -7, -6, -5, -4 və -3. 1, 2, 3, 4, 5 dənə tam həlli var. -7,3, -7,3 burada yerləşir. -3,7 də burada yerləşir. Bunlar arasındakı tam ədədlər, bir dəqiqə burada -3'ü götürməməliyik burada. 4 dənə həlli var. 4 dənə həlli var. Ədəd oxunda biz bilirik ki, mənfilər sola doğru artaraq gedir. Ona görə -4, -5, -6 və -7'ni götürməliyik. Bu da 4 dənə eləyir. 4 dənə tam ədəd var. İndi 47-ci suala baxaq. Ədəd oxunda 5 nöqtəsindən 3 vahid məsafədə yerləşən 2 ədəd var.
hansılardır? Bax 5 nöqtəsi tutaq ki, buradır. 3 vahid sağda 1 ədəd yerləşir. Yəni 8. Aralarında 3 ədəd fərq var. Sol tərəfdə də 2 yerləşir. Yəni həm 2, həm də 8, 5-dən 3 vahid məsafədə yerləşir. Biri sağda, biri solda. Bu ədədlərin hasilini tapın deyir. 2-ni də vururuq 8-ə, eləyir 16. 16, elədir 16. Sonra 48-ə baxaq. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri və digəri verilib. Mümkün qiymətlər. Uyğun tərəfi perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər olur, ya da ki, cəmi 180 olur. Birinci halda tutaq ki, bir-birinə bərabərdir. 3x üstəgəl 10 bərabərdir x üstəgələk 50-yə. X-i keçirik, 3x-dən çıxırıq, qalır 2x. Onu da keçiririk sağ tərəfə, 50-dən çıxırıq, qalır 40. X-i sol tərəfə keçirdik, onu da sağ tərəfə. X də 40-ı 2-yə bölürük, qalır 20. X-in bir qiyməti 2-dir. İndi ikinci hal, tutaq ki, cəmi 180 dərəcədir. 3x üstəgəl 10-dan x üstəgəl 50 bərabərdir 180-ə. Tutaq ki, cəmi 180-dir. X ilə 3x-i toplayırıq, 4x eləyir. 10-dan da 50-ni toplayırıq, 60 eləyir. 60-ı sağ tərəfə keçirib 180-dən çıxanda 120 qalır. 120-ni də 4-ə bölsək 30 qalır. Mümkün halların biri 20-dir, biri 30. Bunların cəmini soruşur. 20 ilə 30-u toplayırıq, eləyir 50. Mümkün hallar, mümkün qiymətlərin cəmi olur 50. Velosipedçi birinci gün 144 kilometrlik yolun 18'də 5 hissəsini, ikinci gün isə 57 kilometr getdi. Qalan yol bütün yolun hansı hissəsini təşkil edir? Əvvəlcə 144-ün 18'də 5 hissəsini tapaq. 144-lə 18-i ixtisar eləsək, düşəcək 8 dəfə. 8-də 5-ə vurduq, 40 kilometr. Demək, birinci gün 40 kilometr gedib. İkinci gün isə 57 kilometr gedib. Yəni 40-ın üstünə 57-ni gəlirik, eləyir 97 kilometr. 2 gün ərzində 97 kilometr gedib. Qalan yol bütün yolun hansı hissəsini təşkil edir? İndi 144-dən 97-ni çıxaq görək nə qədər qalıb? 57 kilometr qalıb. 57 kilometr qalıb. Yox, 47 kilometr qalıb. 47 kilometr qalıb. İndi bu qalan 47 kilometr 144-ün hansı hissəsini təşkil edir? Yəni 47 144-ün hansı hissəsini təşkil edir? 144-də 47 hissəsini təşkil edir. Sonuncu sual 7-3 nisbətində olan iki daxili bir tərəfli bucaqların fərqi 48 dərəcə olarsa, bu bucaqları əmələ gətirən düz xətlərin kəsişməsindən alınan iti bucaq neçə dərəcədir? Burada diqqətli olaq, bu düz xətlər paralel deyil, yəni hər hansı iki düz xətdir, kəsişiblər. Daha doğrusu hələ ki kəsişməyiblər. 2 dənə düz xətdir. Bunları üçüncü bir düz xətlə kəsirik. Burada alınan daxili bir tərəfli bucaqlar, yəni bu bucaqla bu bucaq daxili bir tərəfli bucaqdır. Birini 7x, birini isə 3x götürə bilərik 7-3 nisbətində olduğuna görə. Bunların fərqi 48 dərəcədir. Yəni 7x çıxaq 3x bərabər 48-dirsə, 4x bərabər 48-ə, x də bərabərdir 12-yə, x 12-dir. İndi 7x deməli 7-ni vururuq 12-yə, eləyir 84. 3-ü də vururuq 12-yə, eləyir 36. Yəni, bu bucaq 84 dərəcədir, bu bucaq isə 36 dərəcədir. Bu bucaqları əmələ gətirən düz xətlərin kəsişməsindən alınan iti bucaq soruşur. İndi bu düz xətləri uzatsaq, bu düz xətlərin əmələ gətirdiyi bucaq buradır. Buranı soruşur bizdən. Burada bir 3 bucaq əmələ gəlir. 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Yəni 84 ilə 36-nı toplayıb 180-dən çıxsaq x-ə bərabər olar. X bərabərdir 180-dən çıxırıq. 84 ilə 36-nın cəmi 120 eləyir. 180-dən 120-ni çıxırıq, qalır 60 dərəcə.